Əliyev burada da həbs elətdirməsə də killer göndərir. İlham Əliyev burada insanları susturmaq üçün eynilə Azərbaycanda olduğu kimi, Azərbaycanda nə edirdi? Mən müstəqil jurnalist olaraq bir çox insanların, milyonlarla insanın həyatını gördüm, onlarla bağlı reportajlar hazırladım. Amma birbaşa olaraq onların həyatından yenə nümunə çəkməyəcəm. Zaten Azərbaycan xalqı özü gözəldir. İnsanlar, represiya yaşayan insanlar, ailələr gözəldir. Amma birbaşa olaraq özümün yaşadığım bir təcrübələri bölüşəcəm. Sizdən ki, özüm ölkə daxilində nə yaşamışam, bilən bilir. Mən zamanında da Azərbaycanda olanda bunu öz sosial platformamda yazırdım, yayım açırdım, danışırdım, etiraz edirdim, səsimi ucaldırdım. Mən heç bir zaman susmamışam. Nə Azərbaycanda, nə Tiflisdə, nə də indi Avropa ölkəsində və susmayacağım. Çünki mən haqqım olanı tələb edirəm. Çünki mən qanun nəyi deyir, hüquq nəyi deyirsə onu tələb edirəm. Və İlham Əliyev, təsəvvür edin ki, nə qədər bu rejim, Əliyev, Vəliyev, Nağıyev fərqi yoxdur. Bu rejim o qədər riyakar, o qədər qorxaq, o qədər aciz və o qədər xalq düşmənidir ki, danışan, haqqını tələb edənlərə ancaq şər atmaqla məşğuldur, ancaq ləkələməklə məşğuldur. Baxın, ölkədən didərgin düşdüm. Tək canım olsaydı, ölkəni tərk etməzdim, bəlkə də həbsə qədər gedərdim. Tək canım olsaydı. Amma Əfqan Sadıqovun və mənim Sevinç Sadıqovanın, bu ailənin, İlham Əliyev 2 az yaşlı körpəsi var. 2 az yaşlı qız uşağı var. Allahın 2 əmanəti var. Mən bütün detallarımla ona görə danışıram ki, xalq bir daha Əliyev rejiminin xislətini tanısın. Azərbaycan xalqı zaten bu rejimi gözəl tanıyır. Amma bir daha səsimi ucaldıram ki, görün kimlər bizim respublikanın başında, dövlətin başında, qanun adı altında pozğunluq və iyrənclik edir. Və bunu da qanun adı altında, bayrağımız altında, gerbimiz altında, himnimiz altında, bunlara bayraq, gerb, himn, xalq görüntü üçün lazımdır. Daha çox represiya etmək üçün lazımdır. Daha çox əzmək üçün, işgəncə etmək üçün, bəli, görüntü üçün lazımdır, daha çox talasınlar. Və mən ölkə daxilində həyat yoldaşımın qanunsuz həbsi zamanı, mən jurnalistika fəaliyyətindən məşğul olurdum, uzun illər məşğul olmuşam və mən heç bir zaman, belə deyək, tərəf saxlamadan, qərəz göstərmədən öz işimlə məşğul olmağa çalışmışam. Lakin bir daha deyirəm, yoldaşımın siyasi həbsi, qərəzli həbsi məni vadar edib ki, Əliyev rejimini tənqid edim. Məni vadar edib ki, bu rejimin iyrəncliyini və cinayətini danışım. Məni vadar edib ki, səsimi ucaldım. Və bu minvalla mən yoldaşım həbs olunan zaman etiraz etmişəm. Baş prokuror Kamran Əliyevin üzünə qarşı sən cinayətkarları qoruyursan demişəm. Amma niyə demişəm? Səbəb var. Çünki mən